Herkese salam. Bugün mətbəximdə mutaki şirniyyatının hazırlanmağını bölüşürəm. Hazırlanması olduqca asan və dadı çox gözəl olur. Üstəlik, Novruzdan qalan içecəklərinizi də bu formada dəyərləndirə bilərsiniz. Əvvəlcə 500 qram ərlənmiş unun üzərinə 150 qram soyuq kərə yağı və ya margarin əlavə edib əlimizlə umac halına gətiririk. Umacımız hazırdır. Hazırladığımız umacın ortasını açıb, içərisinə 150 qram xama və ya yağlı qatıq, şəkər tozu, 1 yumurta bütöv və 1 yumurtanın sarısını əlavə edirəm. Tel çırpıcı vasitəsilə qarışdırıram. Yumurtanın ağını istilik üçün saxlamışam. Üzərinə qabartma tozu əlavə edirəm. Və 1 çay qaşığı da vanil əlavə edirəm. Əlimlə xəmir yoğururam. Xəmiri tam toparladıktan sonra təmiz bir paketin içərisinə qoyub yarım saat otaq temperaturunda saxlayıram. İstilik üçün paxlava və şəkərburadan qalan istilikləri və 1 ədəd yumurtanı qarışdırıram. Tam ölçülərini videonun açıqlama hissəsində yazacağım. Bu formada belə bir kütlə alınır. Belə olduqda qoyduğumuz içilik rahat oturur və bişərkən çox dağılmır. Xəmiri 4 hissəyə ayırıram və gündə hazırlayıram. Bir boş qaba yığıram. Birini götürüb ehtiyac olduqda biraz un səpərək geniş yaymağa çalışıram. Kənar hissələrdən əyri olan hissələri kəsib götürürəm. Siz bunu etməyə də bilərsiniz. Və xəmiri bu formada 8 və ya 12 bərabər hissələrə ayırırıq. İçinə içiliyi qoyub bu formada sıx şəkildə bükürük. Hər birinə eyni qaydada içilik qoyub bu formada büküb hazırlayıram. Videomu bura qədər izləmişsinizsə, kanalıma hələ də abunə deyilsinizsə, abunə olmağı, videomu bəyənməyi və yaxınlarınızla bölüşməyi unutmayın. Fikirlərinizi də şərh bölməsində yazmağınızı gözləyirəm. Soba listinə yığıram hər birini və 150 dərəcə əvvəlcədən isladılmış sobada alt üstü rejimdə bişirməyə qoyuram. Mutakilərin bir listi bişdi, hazırdır. Məsləhət görərdim ki, soyduqdan sonra çayla nuş edəsiniz, çox ləzzətli olur. Bu reseptlə tam 44 ədəd dadlı, ləzzətli mutaki hazırladıq. Bu da növbəti listimiz. Bu listdəki mutakilərin üzərini biraz sarı olana qədər qızartdım. Məncə belə daha dadlı olur. Siz də mütləq hazırlayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Yeni videolarda görüşmək diləyilə.